Deməli belə, Ənik kəndində belə deyim, başqa bir tarixi abidə var. Mən indi hal-hazırda onun qarşısında dayanmışam. Bu Ənik kəndinin qalasıdır. Belə deyim, Ənik qalasıdır. Və onun qala divarlarının qalıqlarıdır. Hal-hazırda düz onun qarşısındayam. Belə deyim, qala divarlarının 2 dənə deyim, belə deyim, qalıqları qalıb hal-hazırda. Onlardan biri burada gördüyünüz məhz bu qala divarlarıdır. Baxın, burada tarixi barəsində qeyd olunur ki, 9-14-cü əsrlərə aiddir. Amma ümumi götürəndə belə deyək də, həqiqətən də bu qala 9-cu əsrdə deyilinə görə tikilib və məşhur o Gilgil-çay səddi belə deyək də, həmin o yolun üzərində olub bu qala, müşahidə qülləsi olub. Bax, burada bu qalanı inşa ediblər. Deyilinə görə artıq 1300-cü illərdə dağılıb bu qala. 9-cu əsrdə inşa olunub. Adı niyə? İmkan vermir çəkiliş eləyim burada. Belə şeylər də olur həqiqətən. İnək imkan vermir mənə çəkiliş eləyim. Demək ki, bax, bu qala qalıqları hardasa 1288-ci ildə təxminən dağılır və o vaxtdan sadəcə olaraq bu qalanın qalıqları qalıb. Belə, bax, bu həmin qala qalıqlarıdır. Ümumiyyətlə, bunun əsas hissəsini göstərəcəm, digər tərəfdədir. Bura birinci hissəsi, daha böyük hissəsi isə kəndin digər hissəsindədir. İndi orada gedərik, oradan göstəriş göstərir. Deməli, Ənik kəndində Tac Mahal məscidi ilə yanaşı, burada eyni zamanda qədim qala divarlarının qalıqları var. Yəni, deyilinə görə bu kənd bütövlükdə həm bu qala divarlarının içində olur. Qala divarları isə deyilinə görə 9-cu əsrdə inşa olunub və 13-cü əsrə qədər mövcud olub. Lakin sonradan 1288-ci ildə dağılıb həmin bu qalanın divarları. Bax, bu arxada görsəniz, böyük bir qala divarlarıdır. Amma yəni təsvir olsun ki, bu hardasa qeyd etdiyim kimi 13-cü əsrdə artıq dağılıb bu qala. Amma o dövrdən gəlib çatıb, yəni yaxşı saxil var. Keçək içəridən baxaq. Buradan keçmək olur içəri belə. Bax, belə bir məkandadır. Bura isə belədir, kəndin o vaxtki klubudur. Deməli, Ənik kənd diyarşünaslıq evi, belə bir yerdir. Burada isə bax, bu qaladır, qala divarlarının qalıqları və 13-cü əsr qeyd olunur. Yəni, qala inşası 9-cu əsrdə olub və 1288-ci ildə qala divarları demək ki, dağılıb. Yəni. Keçək digər tərəfini göstərim. Qalanın arxa tərəfdən görüntüsüdür. Qala divarlarının. Hündür bir qala divarları olub. Deməli, kəndin özü də hündür deyək ki, təxminən hardasa 1100 metr dəniz səviyyəsinin yüksəkliyindədir. Və burada da belə bir qala divarları inşa ediliblər. Qala divarlarının bir hissəsi burada qalır, digər hissəsi isə digər tərəfdədir. Yəni, bu istiqamətdə gedir düz çay dərəsinə qədər. Belə, yəni ümumi olaraq bu formadadır. Diqqətimi nə çəkir, yəni o vaxtın ustaları. Fikir verin, necə gözəl bunu burada düzəldib, ərsəyə gətiriblər. Bax, belə. Qalanın enliliyinə baxsaq, təxminən diqqət edin, hardasa metr yarım olar. Hündürlüyü isə bir 9-10 metr var yəqin ki, təxminən. Buradan diqqət edin. Bax, belə. Çox gözəldir. Belə, davam edeyim. Gedək, növbəti məkanlara da baxaq. Qala divarlarının yanında. Burada belə bir Böyük Vətən müharibəsinə aid olan bir abidə var. 41-45-ci il aid olan abidədir. Həm düz belə kəndin o qala divarlarının yanındadır. Bu isə həmin o Ənik kəndinin qeyd etdiyim kimi diyarşünaslıq evidir. Belə bizim şanlı bayrağımız. Qala divarları 13-cü əsrə aid. Və artıq buradan da keçirik digər hissəyə. Belə, çox xoşuma gəlir bura və olduqca tarixi bir məkandır. Bura 9-cu əsrin yadigarıdır. Belə, bir daha göstərim.